Herkes salam. Gəlmişik Mazarstana. Yarışdan sonra bir vlog dedim çıxsın. Yemək, gəzməli yerləri çəkim. Buradan türk restoranı tapmışıq. Kebab tortilla var qarşımızda. Görək dadı necədir. Gəldik əsas məsələyə. Tortillanın dadını deyim sizə. Açıq danışım, düz deyim. Yəni Bakının dönərlərindən geri qalır. Kələm içərisində bol idi, qırmızı çulundur, yoxsa qırmızı. Yox, kağıt içərisində kağıt çox idi. Elə bir ki, adam doydurmaq üçündür, sırf. Sonra qırmızı kələm çox idi içərisində. Bu da həm ətin dadını itirirdi, ətin özü də ki dadlı deyildi, açıq danışaq. Gələk indi Coffee Shop'a. Gəlmiş indi mangolu smoothie'nin dadına baxaq. Şirinliyi yaxşıdır. O qədər də çox şirin deyil. Bu da Bakıda gördüyümüz elə keksdəndir. İçində Nutella var indi. Deyilənə görə, yazılana görə orada. Görə indi. Nutelladan hazırlanır və yəqin ki. Axan bir şey yoxdur içində. Çox nə deyirəm? Tökülür. Güzel. Bu da çox şirin deyil. Karbohidrat düşürməsindən sonra olur, bilmirəm nədir. Çox şirin gəlmir, yemələrin dadı yoxdur məsələn. Neyse, bu da belə. Amma mərkəz yeri yaxşıdır da. Sabah oldu. İndi isə bugün özümüz yeməyimizi pişirəcəyik. Gördük ki, bunlar yemək pişirə bilmirlər. İndi isə özümüz yeməyimizi pişirəcəyik. Gördüm bunlar bir şey eləyə bilmir. Özüm bir şey ortaya çıxardım. Kalbası doğrayacaq üzərindən. Öncəmizi alacaq. Ama deyirlər, nə deyirlər buna? Bu da yoğurtdur, nədir? Proteinlidir. 17 qram var tərkibində. Yarışdan qalan balık. Uşaqlar, bu dəfə daha yaxşı hazırlamağa çalışdım. Düşünürəm daha yaxşı oldu. Bir bunun içine baxaq. Bananımızı, xamamızı vurduq. Xamadısa əgər bu. Bunu da qaşıqla batıra yiyəcəyik. Nuş olsun bizə. Çox dadlıdır amma bu stildə. Yarışın hal-hazırda növbəti günüdür və son günü. İndi isə gedəcəyik yarışa baxmağa. Bir ətraflı oranında çəkim səhnəni
Dünya çempionatının görünən yerdədir. İzləmədə qalın. Orada artıq pamplar burada olur. Bura səhnə arxası da artıq. Hanımların çıxışları burada. Bitirdiler kategoriyalarını. Burada bunlar da masterlerdi. 40 polisler. Sen ya buradan çıxırsan? Keçək səhnəni göstərim sizə. Və burada səhnə. So, number 22, Yüksel Muratsev. 42, Barış Peter. 104, Gaspar Frandişek. 123, Dukan Nikar. 136, Orhan Adam. 151, Tao Gabriele. 191, Ilana Ika. 221, Olan Chama. 2 Cheryl. Aha. So, we have 10 athletes. Would you like to have all of them in front? So, from the double biceps. DJ Cool in the mix. Back to the judges and back double biceps. Thank you. Let's go. Bunlar indi finallardı. My chest. Yüksel kaç şampiyonluk geldi? Kaç yap? Klasik fizik Novice'de birinci, klasik fizik Open'da üçüncü. Tamam. Klasik fizik Novice'de birinci, klasik fizik Open'da üçüncü, bodybuilding Novice'de birinci. Şimdi bodybuilding Open'a gidiyoruz. Bakalım kaçıncı olacağız. Burada da birinci var. İnşallah. Növbəti şampiyonluk geliyor. Dördüncü dereceyi de alırsak, bir de şimdi bodybuilding overall'da yarıştıracaklar. Bakalım o nasıl olacak. İnşallah. Çok sağ olun. Thank you, gentlemen. Please go to the sideline. We have a result. Side chest. Back double biceps. Abdominals and tights. And most muscular. Thank you, gentlemen. Go to the back line, please.
Front, let's spread. Side chest. Back double biceps. Back, let's spread. Side triceps. Abdominals and tights. And most muscular. Thank you, gentlemen. Go to the back line, please. Thank you very much. You're still fighting for the top 5 at the World Championships in the category of bodybuilding short. Gabo, Gentlemen, front double biceps, please. Front leg spread. Side chest. Back double biceps. Back leg spread. Side triceps. Abdominals and tights. Okay, gentlemen, and most muscular. Thank you, guys. Go to the back line, please. That's it. You can tell it to me in another decision. thank you very much. Burada Emre'dir. Sağdakı, solda Daha. Bu da Yüksel. Yüksel, şampiyonluğu nasılız? İnanılmaz. Şu an inanamıyorum. PMBA Pro kartımı aldım. Müthiş hissediyorum. Çok teşekkür ediyorum bütün destekleriniz için. Biraz kendime geleyim, daha sonra interview'umu, röportajımı yaparız. Göster, göster. Kameraya çekiyoruz. Çok iyi. Çok iyi abi. Çok iyi be. Nasıl hissediyorsun? Ya inanamıyorum. Üçüncülük falan gibi bir şey bekliyordum. Hani olurum diye düşünüyordum çünkü iyi de poz verdiğini düşünüyorum ama bu kesinlikle hani böyle harbiden inanılmaz bir şey. Çok iyiydiniz abi. Sen de çok iyiydin. Sen de nasıl hissediyorsun? Araba sıra sende. Ağladım zaten yani. İşte bu ya. Abi yani Burcu'na ağladı. müthiş, müthiş. Müthiş. Oh, şey gibi böyle biraz bayağı afallamış hissediyorum. Şu an bir nefes alayım. Emre, şampiyonluk nasılız? Ya inanılmaz. Çok iyi, yani çok çalıştık. Çok uzun zamandır çok sert çalıştık. Yüksel'i burada şampiyon yapabilmek gerçekten inanılmaz bir his. Yani çok duygusallaştım, gözyaşlarımı da tutamadım. Neçə zamandır ağır diyetdəsən? Benim önceki yarışmalarım vardı. Onlara katılamadım vizeden dolayı. Yani 8 ay oldu. 8 aydır diyetteyim. Uğurların bol olsun, uğurların bol olsun. Davamı gəlsin. Çok sağ ol. Ben pro kartı aktif edeceğim direkt. Beni şöyle diyenlere girmem. Bundan sonra ben bodybuilding'de pro yarışacağım.
Uşaqlar gəldik kilsəyə. Düzdür, mən müsəlmanam, sadəcə çəkiliş üçün gəlmişəm bura. Siz də baxarsınız. Kitablar var. Sırada. Hamsileri. Gazet. Nerede? Burada desen yardım üçün yığılan pullar bura atılır. Yəqin ki. Sonra spirit. İnsanın yəqin ki. Burada da yəqin ki kitablarda bunların Hristiyanların burada şuralar size kilsəni də göstərdim izləyicilərim üçün. Həyatda zənn eləməmişdim. Nə vaxt, nə zamansa kilsəyə daxil olacağım. Gəldik, yağışa düşdük, yarış sonrası. Üstüm yamyaşdı. Uşaqlar, gəlmişik yağışdan sonra kalbasa yumurta pişirməyə. Görə necə olur? Pişirə biləcəyik ya. İlk dəfədir pişirəcəm kalbasa yumurta. Bu şəkildə bunu belə doğradı. Anamız kimi eləyə bilməsə də, doğraya bilməsə də kalbasaları qəşəng eləmişik. Uşaqlar, əlimdən belə işlər də gəlirmiş. İndi dalına baxaq görə necədir. Ya Allah. Görək olmayacaq. İyi olmuş şeydi. Neyse, ben bunun dadını çıkardım. Siz de videonu izleyin. Bugün Macaristan'da olan 3-cü günümüzdür. Gəlmişik şəhər tərəfə mola. Birazdan içəri kəsəcəyik. Uşaqlar, mola gəldi yenə tortilla yeməyə. Bayaq başım protein mağazalarına qarışmışdı, supplement mağazalarına. Video çəkmək yaddan çıxmışdı. İndi birazdan gedəcəm supplement almağa. Bunu yiyib. Görə buranın tortillası necədir, molu.
Oradakı tortilladan yaxşıdır, birinci tortilladan. O deyirlər. O da nə səbəbə görə? Qırmızı sundur falan yoxdur. Qırmızı kərəm edirsin, nə edirsin? Bir də kağıt o qədər də deyil. Uşaqlar, gəldik buradan supplement almağa. Voldakı alışverişdən sonra gəlmişik adaya. Hal-hazırda biz X yazılan yerdəyik. Zihni sakitləşdirmək üçün, kardiyo etmək üçün burada gəlib gəzmək çox gözəl gəlir adama. Çox yaxşı hiss etdirər. Bu hissi amma sanki Qəbələdir. Qəbələni hiss elətdirdi mənə. Burada da adamın tarifi barəsində yazır. İstəyən ekran görüntüsü alıb oxuya bilər, Mazar dilindədir. Bunlar da yəni, bax görürsünüz, orada qaçan birini heç kim vezinə deyil, köynəni çıxarıb qaçışını edir, kardiyosunu edir. Burada göl. Burada Zorpak kimi bir yerdir, amma açıqlıqdır. Yəni, burada insanlar heç bir heyvana toxunmur. Bu heyvanın adı mənə marağı gəldi. Bilənlər varsa bu heyvanın adı aşağıda qeyd edin. Toğuz quşuna oxşuyur, nədir? Bu da Hacı Leyləydi səhv eləmirəmsə. İçəridə o bir tərəfdə. Maraqlıdır bu nə heykəldir? Təmiz havada, təmiz qida. Macaristan barəsində onu deyə bilərəm ki, gəzməli yerləri var, yaxşıdır. Yeməklər biraz Azərbaycana nisbətən yüksəkdir. Şəkərdir, çox dəyərli. Burada alkoqol istifadəçiləri daha çoxdur. İnsanlar bir-birinin gözlərinə deyil, sözlərinə belə baxmırlar, belə deyək. Yolla heç kimə maraqlı deyil də sanki. Buralar gəldik, bura indi marojna zakaz eləməyə. Fərqli bir şey. Seçəcəyik özümüz öz marojnamızı. Uşaqlar, bir dənə də lavanda ilə əlavə vanilya vurduq. Dördlü top.
Thank you. Uşaqlar çox dadlıdır axı. Uşaqlar getmədən öncə bir də şəhəri gəzək. Ondan sonra let's go aeroport Azərbaycan. İnsanlar bura gəlir, sanki ayı tuturmuş kimi şəkil çəkdirirlər. Və bu da son. Uşaqlar artıq Budapeştlə sağlaşılan vaxtıdır. Videonu izlədiniz üçün təşəkkür edirəm. Sağ olun, sağ olun.